Millət vəkili təklif eləyir ki, tələbələr yay tətilində könüllü olaraq Qarabağda tikintidə işləsinlər. Dekabrın 27-sində Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib ki, tələbə inşaat dəstələri yaradılsın. Niyə gedib pamut tikə bilir Azərbaycan gənci? Niyə gedib Qarabağın azadlığı uğrunda könüllü canından keçə bilir Azərbaycan gənci? 3000 oğlan şəhid olub, Allah hamısına rəhmət eləsin. Qazi olublar, niyə gedib Qarabağda könüllü işləməsinlər, maaş da almalıdırlar bu öz yerində. Yəni 2 ay nədir ki, boş, bekar, avara gəzənəcən bunlar gedib Qarabağda o tikində iştirak eləməsinlər. Bu 10 minə qədər işçi qüvvəsi deməkdir. Aqil Abbas Gənclər və İdman Nazirliyinə üst tutub deyib ki, yay tətilinə vaxt var ikən bu təklifi formalaşdırsınlar. Millət vəkili hesab eləyir ki, Qarabağda işçi tapılmır, verilən maaş da azdır. 300-400 manat